Kvadratik bir bərabərsizlik verilib. Tam həllərin sayı bizdən tələb olunur. Kvadratik bərabərsizliyin sol tərəfindəki ifadənin sıfırlarını tapmaq üçün V teoremini istifadə edə bilərik. Tənin köklərinin cəmi əks işarə ilə ikinci ədəd əmsalına bərabər olmalıdır, yəni 14-ə bərabərdir. Tənin köklərinin hasili isə sərbəst ədədə bərabərdir, 45 olur. Hasili 45 cəmi 14 verən ədədlərimiz 5 və 9 ola bilər. Yəni biri 5, biri 9. Sıfırlarını tapdığımız üçün ifadənin vuruqlarını ayıraq. X çıxılsın 5 və x çıxılsın 9 kiçik bərabərdir 0. Ədəd oxu üzərində tənin, daha doğrusu bərabərsizliyin sıfırlarını qeyd edək. 5-i və 9-u ala bildiyi üçün, yəni burada kiçik bərabər 0 var. Aralıqları bölək. 9-dan böyük ədəd götürsək ifadəmiz müsbətdir. Məsələn 10 götürüb yoxlaya bilərik. 10 çıx 5 müsbətdir, 10 çıx 9 müsbətdir. Hasili də müsbət verir. Bu isə müsbətdir, deməli mənfi və müsbət yaza bilərik. Təkrarlanan kökü yoxdur. 5-dən 9-a qədər olan hissə bizə lazımdır. Çünki mənfi olan hissə tələb olunur. 5-dən 9-a qədər 5, 6, 7, 8 və 9 cəmi 5 dənə ədəd var. Əgər ifadədə siz sıfırları böyük rəqəmlər tapmış olsanız və ya biri çox kiçik, biri çox böyük olsa, sağdakından soldakını çıxıb üzərinə 1 əlavə etmək lazımdır. Əgər parça şəklindədirsə, yəni 9 çıx 5, həm 9 həm 5 daxil olduğu üçün üstəgəliyindən 1 yazırıq. Bu da yenə bizə 5 verir.